Azərbaycan mətbəxini ət məhsulları olmadan təsəvvür etmək demək olar ki, mümkün deyil. Ət hər birimizin evində ən çox istifadə olunan qida məhsullarından biridir. Məhz buna görə də vətəndaşları bir sual maraqlandırır. Ölkəmizdə satılan ətlər haradan gətirilir və bazarda vəziyyət necədir? İnsanlar aldıqları ətin keyfiyyətinə, kəsim tarixinin nə vaxt olduğuna və nə qədər müddət saxlanmasına xüsusi diqqət yetirirlər. Bəs bazarlarda və satış nöqtələrində satılan ətlər hansı nəzarətdən keçir? Statistik rəqəmlərə nəzər saldıqda görünür ki, ət məhsulları ölkəmizdə kifayət qədər yüksək tələbat olan qida məhsullarındandır. Dövlət Statistika Komitəsinin məlumatına görə 2024-cü ildə Azərbaycanda bütün növ ət və ət məhsulları üzrə əhalinin istehlakı 459.112 ton təşkil edib. Bu rəqəm göstərir ki, ət və ət məhsulları insanların gündəlik qida rasionunda mühüm yer tutur. Lakin istehlakçıları düşündürən əsas məsələlərdən biri də bazarlarda satılan ətin mənşəyi və keyfiyyətidir. Mütəxəssislərin sözlərinə görə qablaşdırılmış və etiketlənmiş ət məhsulları alarkən vətəndaşlar artıq ətin nə vaxt kəsildiyini, hansı şəraitdə saxlanıldığını və son istifadə tarixini aydın şəkildə görə bilirlər. Bu isə istehlakçıların daha təhlükəsiz seçim etməsinə imkan yaradır. Maraqlıdır ki, bəzi supermarket şəbəkələri heyvandarlıq təsərrüfatları ilə birbaşa əməkdaşlıq edir. Məsələn, Araz Marketlər şəbəkəsi heyvanları fərdi heyvandarlıq təsərrüfatlarından birbaşa seçərək kəsim prosesini də nəzarət altında həyata keçirir. Bu üsulun üstünlüyü ondan ibarətdir ki, vasitəçilər, yəni alverçilər aradan çıxır və məhsul birbaşa istehsalçıdan satış nöqtəsinə çatdırılır. Bu isə həm qiymətə, həm də keyfiyyətə müsbət təsir göstərir. Aparılan araşdırmalar göstərir ki, marketlərdə satışa çıxarılan ətlər əvvəlcə baytarlıq nəzarətindən keçirilir. Daha sonra isə xüsusi qeydiyyatdan keçmiş kəsim məntəqələrində emal olunur. Kəsim prosesi zamanı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin həkimləri də iştirak edir. Onlar heyvanın sağlamlıq vəziyyətini yoxlayır və yalnız kliniki cəhətdən sağlam olduğu təsdiqləndikdən sonra kəsimə icazə verilir. Heyvan kəsildikdən sonra isə ətlər təcrübəli qəssablar tərəfindən hazırlanır və rəsmi möhürlərlə təsdiqlənir. Müsahiblərin sözlərinə görə supermarket vitrinlərində təqdim olunan ətlər əsasən Bərdə, Beyləqan və İmişli rayonlarından gətirilən sağlam heyvanlara məxsusdur. Beləliklə, mütəxəssislər vətəndaşlara ət alarkən məhsulun mənşəyinə, kəsim möhrünə və etiket məlumatlarına diqqət yetirməyi tövsiyə edirlər. Daha çox maraqlı xəbərlər və faydalı məlumatlar üçün kanalımıza mütləq abunə olun. Videonu bəyənin və bildirişləri aktiv edin ki, yeni videoları qaçırmayasınız.